Azərbaycanın icbari sığorta bazarında iyunun 16-sından etibarən tətbiq ediləcək dəyişikliklər həm sürücülər, həm də sığorta şirkətləri üçün yeni reallıqlar yaradır. Mərkəzi Bankın yeni tənzimləmə mexanizmi artıq sığorta zərərliyini avtomobilə görə deyil, birbaşa sürücünün FIN koduna bağlayır. Bu isə o deməkdir ki, sükan arxasında kimin əyləşməsindən asılı olmayaraq günah dalınca gəlir. Mövzu ilə bağlı Yeniçağaza açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov sığorta sistemindəki bu transformasiyanın pərdə arxası məqamlarını və sürücüləri gözləyən yenilikləri şərh edir. Hadisələrin birbaşa şəxsiyyət vəsiqəsində PIN koda yazılması bu daha doğru və düzgün qərardır. Çünki burada hadisələr elə sürətli və proses axarısız davam edir ki, hadisənin mahiyyətini anlamaq olmur. Yəni, nəqliyyat vasitəsini idarə edən zaman hadisənin törəndiyi məqamdan sonra artıq üzərindən bir neçə gün keçdikdən sonra hadisə iştirakçıları və digər iştirakçılar arasında bir diskomfortluq yaşanır və həmçinin bu və digər formada onların rentabelliyini, mütəmizlik pozur. Yəni, avtomobili idarə edən şəxs bir neçə vaxtdan sonra, yəni hansı ki sığorta olunduğu avtomobilləri sığorta edən zaman da problemlər yaranmağa başlayırdı. Bu da ciddi narazılığa gətirib çıxarırdı və sevindirici haldır ki, bu məsələ artıq öz həllini tapdı. Yəni, hadisəni törədən və yaxud hadisə zamanı baş verən iki və yaxud daha çox şəxs arasında olan bir prosesi özündə ehtiva etdi və edəcəkdir. Bu da artıq yaxşı bir əlamətdir, yenilikdir. Bu da proseslərə ciddi bir dəlalət edir.